Gəldim belə gördüm ki, nəsə yerində dayana bilmirəm. Qızı qaşınıram. Dedim qoy çıxım bir dənə Temboli 2 gün sonra da döyüşüm. Çıxıb özüm üçün açılışım 1-2 dənə boy keçim, yəni döyüşüm. Yarışın özündə. Qızışdım. Elə oldu ki, yenə həmən çəkidə o da çıxdı, mən də çıxdım. Bu söhbəti çox adam bilmir. Elə oldu, bir döyüş o, bir döyüş mən, bir o döyüş o. Ayıldım ki, yarım finaldayıq. Deməli, bizdən 4 nəfər qalıb, nəsə o çıxdı finala. Mən də çıxdım finala. Bizim döyüşümüz əslində sabahdır. Yəni ki, əsas yəni ki, biletlər satılıb ki, yəni ki, finala yenə mən bunu 2-1 hesabı ilə uduram. Başlayım nəsə danışmağa fransızca. Mən də başını deyirəm, okey, problem yox. Sabah yenə görüşürük. Sabah yenə döyüşürük və 100%. Yəni dedim, demədim, biletlər ona uyğun satılıb. Mən ona görə gəlmişəm. Mənim biletim ona görə. Və sabahsı günü həmən şey, qaranlıq, işıqlar falan, bu hava başqadır. Yenə də gəlirik 3-2 hesablı ilə son saniyədə qələbə qazanıram və o legendanı 3 dəfə qələbə qazanandan sonra o artıq özü çıxıb deyir ki, mən karate üçün çox şeylər eləmişəm, amma artıq yeni bir nəfəs gəlib, onda mən legenda deyildim. Yəni sayılmırdım. Sadəcə olaraq cavan, sadə, kasıb bir oğlan idim.